Hər vaxtınız xeyir, əziz insanlar. Mənə çoxdan da suallar verirlər, dərsdə olanda cavab verə bilmirəm. Bir neçə dəfə təkrar olduğu üçün məcbur oldum bu sual haqqında video çəkim, paylaşım. Mənə sual verirlər ki, sən bu qədər fənni necə keçirsən? Belə tərəddüdlə yanaşırlar. Mən sadəcə bir onu deyə bilərəm ki, ey bu sualı verən insanlar, sən sadəcə kəndi dəyərinin fərqində deyilsən. Nəyə qadirliyinin fərqində deyilsən. İstəsən sən də çox işlər görə bilərsən, çox zirvələri fəth eləyə bilərsən. İstəsən çox başarılar əldə eləyə bilərsən. Gör biz nə günə qalmışıq ki, bugün səhər baxıram, indi mən onun videosunu qoyacağım sizə. Yapay zəka neçə saat ərzində, 6 saat ərzində neçə milyon alver elədi, pul qazandı. Yapay zeka, bir şirkətin yapay zekası ona bu qədər pul qazandırdı. Sən özünün belə fərqində deyilsən. Təsəvvür et ki, yapay zeka səni təmsil edir. Amma sən özlərində çalışıb özün üçün bir bilgilər, bir yeniliklər əldə edə bilmirsən. Mənim məqsədim sizin uşaqlarınızı aparıb boş-boş diplom almaq deyil ki. Mənim məqsədim sizin uşaqlarınıza fənni dərk elətdirmək, fizikanı, kimyanı, biologiyanı, tarixi, coğrafiyanı, fənni dərk elətdirmək, onu ona sevdirmək. Dərk eləmədən bir bilimi öyrənməyin heç bir mənası yoxdur. Azərbaycanın 99% müəllimləri sadəcə test üçün çalışır, uşaq instituta girsin. Heç bir bilimi sevdirmirlər. Səncə sevrilməyən bir bilimin üstündə insan axıra qədər çalışıb bir bilgi əldə eləyə bilər, bir yenilik əldə eləyə bilər? Yox. Təsəvvür edin ki, gününüzün bir 6-7 saatınız yatırsınız. Qalanını ya boş-boş keçirir, ya kimisə əlinin alının altında işləyirsiniz. Həyatınızı ona sərf edirsiniz. Kimisə nökərisiniz. Başqa yolu yoxdur ki. İnciməyin, artıq açıq deyəcəm. Çünki öz işinizi qurmaq şərtidir ki, şirkətini yarat. Sən sıradan artıq elə bir dövrdür ki, sosial şəbəkə var, geniş çıxış yolun var. Sən hər şey eləyə bilərsən. Amma sən sadəcə oturursan, sən bunu necə eləyə bilərsən? Bax, elə ona görə də fikirləşin ki, bu dünyaya niyə gəldin, niyə də gedirsən? Mənasız bir boş-boş həyat yaşayırsan. Valideynlər var, uşağın əlində aciz qalıbdır. Gəlir yuxarı sinifə, 9-cu sinifə. Valideyn özü uşağını şəxsiyyət olaraq örnək olmayandan sonra nağa elə bilər o uşağa, heç nə. Boşluğunu çöldəkilər doldurur, başqası doldurur. Sosial şəbəkədə gərəksizlər doldurur. Sosial şəbəkədəki gərəksizlər doldurursun uşaqlarınızın həyatını. Hansı ki, orada elm var, bilgi var. Mən bütün müdürlük akademisinin dərsləri var. Dünəndən başlamışam saat 8-də. Uşaqlar özləri xahiş edir ki, müəllim, dərsimiz yoğun keçir. Sən müdürlük akademisinin dərslərinə başlayın. Sonraya saxlamışdım. Qaytardım, gətirdim uşaqlar üçün artıq böyük dahi insanların həyatını da aşırıyıram ki, Faraday'dan dünən danışmışam İsrail gün ki, Faraday bir kitab üstü cildləyən bir savadsız uşaq Londonda Kral İnstitutunda dərs deyir. Profesör dərəcəsini alır. İnstitut qutarmamış. 8-ci sinif. 8-ci sinif də deyil, ondan da aşağı sinifdir. Ailənin imkanı olmur. Görün, gedin, baxın, Faradayı bir araşdırın nələrə qadir olur. Dün onlara Caravaggio'nun həyatından başlamışam. Fərqli yoxdur. Bir insanın keşməkeşli də olsa, sən bir açıq uşağın qarşısına tövməlisən. Siz özünüz o qədər özünüzü aciz aparırsınız ki, uşaqlarınız da başqalar sizin əlinizdən alır. Çünki siz o gücə sahib olub onu göstərmirsiniz. Uşağa yemək, uşağa əlinə paltar, bir repetitor yanına qoymaq şərt deyil. Heç çoxunuzun da nəticəsi yüksək göstərici olur. Aparır 8 minlik məktəblərə qorsunuz illiyə, 10 minlik məktəblərə, boş Rus məktəblərinə qorsunuz. Ay, mənim uşağım Rus məktəbə. Gözünü aç, bax, Ruslar necə qırırlar sənin övladlarını, ailələrini orada. Gözünü aç, bax, gör, git tarix uşağına öyrət, gör sənin Türk-Mongol dövləti, Qızıl Ordu dövlətini necə məhv elədi, parçaladı. Gözünü aç, bax, gör, Volqa boyunda ətrafdakı o üç dövlətlərini necə məhv elədi, axırına çıxdı. Bugün deyir ki, Rusiya türkləşir, Rusiya müsəlmanlaşır. Xəbəri yoxdur ki, onların torpaqlarıdır. Git keçmişini aç, bax, gör. Federasiyana bax, gör, hamısı odur. Yəni, bu uşağa tarixi sevərəkdən öyrətmirsən, coğrafiyanı sevərəkdən öyrətmirsən, biologiyanı, fizikanı, kimyanı, heç birini öyrətmirsiniz. Mənim məqsədim uşağa boş-boşuna gedin üstə gir demək deyil ki, mənim məqsədim uşağa bir dəyər verməkdir, uşağa bir dəyər öyrətməkdir, uşağın dünyasının, varlığının, ruhunun, türklər demiş, fərqində olmasını bilməkdir. Siz onlara heç birini öyrətmirsiniz.
Mən çatdıra bilmirəm, hər gün dərs deyirəm. Müəllimlərin çoxu ayda 8 dəfə dərs deyirəm. Amma mən bir ayda uşağa 30 gün dərs deyirəm. 31 gün dərs deyirəm. İstəyər 2 saat girsin, istər 4 saat girsin. Fərqi yoxdur mənim üçün. Ona görə bilirsiniz, belə boş-boş suallar verirsiniz. Sən bu dərsi necə keçirsən? Yazığım gəlir, özünü bu qədər acizləşmişdir. Biz özünə dəyər verməyən insanlara yazığım gəlir.